Hər kəsə salam, mənim kanalıma və yeni videoma xoş gəlmisiniz. Mənim kanalımda sizi görməyə çox şadam. Bizim bayram günlərimiz hələ ki davam eləyir. Biz istirahətdəyik və fikirləşdik ki, bacılarımla yığışaq. Hər bayramda çalışırıq, yığışaq, özümüzə vaxt ayıraq, qəşəng günlərimizi keçirdək. Biz birlikdə istirahət eləməyi çox sevirik. Uşaqlar da yığışırlar, oynayırlar bir-birindən. Bizim uşaqlar çox yaxşı yola gedirlər deyə biz də çox rahatıq. Bu dəfə bizim yığıncağımız çox yüngül keçdi mənim üçün. Çünki elə danışmışdıq ki, hərə bir yemək hazırlayıb gətirəcək. Və bacılarım sağ olsun, hərə bir yemək hazırladı, salat hazırlamışdı. Mən isə kababla sac hazırlamalıydım. Onu da ki özüm hazırlamadım. Yaxşı ki yoldaşım evdə idi, bizim üçün təşkil elədi. Mənə aid olmayan yeməklər bişəndə çox sevinirəm. Çünki mətbəxdə özüm vaxtı az keçirdirəm. Sadəcə olaraq ki mənə nə düşür? Bir dənə süfrəni hazırlamağa. Bu dəfəki yığıncaqda da elə oldu. Mən demək olar ki heç bir şey hazırlamadım. Sadəcə olaraq qonaqları qarşıladım. Onların qabağına çay süfrəsi açdım və biz birlikdə süfrəni düzdük. Birinci qonaqlarım gəldi. Xalam qızı gəlmişdi uşaqlarla birlikdə və qalan qonaqları gözləyənə qədər dedim qızların saçını yığım, qoy səliqəli olsunlar axşama kimi. Bayaq saçını yığan qızın yəqin ki artıq tanıyırsınız. O bizim aktrisamızdır, o bizim müğənnimizdir. Azərbaycan seriallarda da çəkilir. İnşallah ki böyüyəndə bizim ən məşhur aktrisamız olacaq. Ağıllı kukla. Ay uzun saç. Ağıllı. Gel Elif bak. Sen şagird ol memeli. Не надо, да, снимать не надо. Я чай снимаю, смотри, чай. Kukla. Yoksa seninle danışmaram. Düşdük, biraz aşağıda gəzdik, həyətimizi göstərdim. Yoldaşım isə burada samavar çay, süftə, samavar çay bizim üçün eləyirdi və kabab hazırlayırdı. Artıq qalan qonaqlarım da gəldi, bacım və bibim gəlmişdi. Bibim demək olar ki heç bibim kimi deyil, bir rəfiqə kimiyik, bir yaxın dost kimiyik. Onunla rahat zarafat da eləyirik, bölüşürəm, nəsə bir şey olanda mütləq ona danışıram. O da yaxşı məsləhətlər verir. Yəni bir bibim kimi yox, iki dost kimiyik. Bu da bibim özü hazırlamışdı tortu. Dedi ki mən yemək zat heç bir şey hazırlamayacağam. Mən siz üçün tort hazırlayacağam. Mənim bibim tortları, şirniyyatları çox gec hazırlayır, amma hazırlayanda çox qəşəng dadlı eləyir. Bu tort da çox qəşəng oldu, yumuşaq, pambıq kimi. Mən əslində ev tortu çox xoşlayıram, nəinki o dükandan alan tortlar. Məni çoxdan izləyənlər bilirlər ki, mən mağazində tort heç vaxt almıram. Həmişə özüm çalışıram eləyim. Çünki ev tortu bambaşqa olur. Həm dadında, həm də ki bilirsən içinə nələr qoymusan, krem nədən yığmısan və biskvitin içinə nələr əlavə eləmisən. Bu tort da elə qəşəng alındı ki, uşaqlar demək olar ki hamısını özləri yedilər. Biz bir-iki kusok dadına baxdıq, qalanı isə hamısı uşaqlar yedilər, çünki çox dadlı alındı. Bu da bayaqki bizim aktrisamız İrada. Dedi ki, olar mən süfrəni özüm bəziyim, sən də məni çəkəsən, çünki mənim bütün videolarımı izləyir. Bu mənim balaca abunəçimdir. Bir videomu boş buraxmır və bizdən nələr olursa hər bir şeydən xəbəri olur.
Biz də əlbəttə ki, sevindik, uşağa yox demədik. Nə lazımdırsa stolun üstünə qoymuşuq və İrada özü hər yerə qəşəng səliqəli düzdü. Bu kanalda bu videonu belə qısaca formada sizə göstərdim. Yəni öz təbii səsi saxlamadım. Mənə elə gəlir ki, bəlkə sizə heç maraqlı olmayacaq. Amma ətraflı baxmaq istəyirsinizsə, onda bura link qoyacağam. Rus dilində olan kanala keçə bilərsiniz və orada ətraflı baxa bilərsiniz bu videoya. Biz belə yığıncaq eləyəndə həmişə uşaqlar üçün oyun hazırlayırıq ki, onlar da darıxmasın, gün maraqlı keçsin deyə və oyunlardan sonunda uşaqlara hədiyyə veririk. Axırıncı dəfə yeni ildə görüşmüşdük və orada püşk atmışdıq. Kimin püşkünə hansı uşağın adı çıxıbsa, həmən uşaq ona hədiyyə alacaq, amma gizlin formasında qalmışdı. Bugün həmən oyunu oynayacağıq və uşaqlara hədiyyə verəcəyik. Burada isə birlikdə hamımız süfrəni düzürük. Konteynerdə olan gördüyünüz salatlar hamısı xalam qızı, bacım, onlar özləri evdə hazırlayıb gətirmişdilər. Bayaq dediyim kimi bu dəfə mən ancaq evi təmizlədim, evi səliqəyə saldım və oturdum, qonaqlarımı gözlədim. Yəni mətbəxdə bir neçə saat vaxtımı heç itirmədim. Çox rahat və yüngül keçdi bizim yığıncağımız. Bacım nagits hazırlamışdı, amma çox rahat formasında hazırladı. Yəni yalançı nagits kimi çıxır o. Amma mən dadına baxmışdım, heç demək olmaz ona belə yalançı nagits, çünki onun içində həm biraz ət də var idi, kartoşka ilə və qalanski pendir əlavə eləmişdi. Çoxu orada püre idi, kartoşka yəni əlavə eləmişdim və dedi ki, bu yalançı nagits kimidir. Amma mən çox bəyəndim və bunu tez-tez bişirmək olar. Uşaqlara misal üçün məktəbə gələcəkdə qoya bilərik. Gələcəkdə niyə deyirəm? Çünki hələ ki bizdə bayramlardır. Çox qəşəng bir şeydir. Mən çox bəyəndim. Bu xiyarı isə mamam gətirmişdi. Balakəndə gedəndə, orada istirahət eləyəndə həmən bu xiyarlar da orada bağlamışdı. Və süfrəmiz hazırdır. Sağ olsun yoldaşım bizim üçün kebab elədi və saç hazırladı. Çox qəşəng dadlı alındı. Biz isə qızlarla süfrəni belə düzdük və oturduq, qəşəng yeməyimizi yedik, söhbət elədik. Yeməklər çöldə bişəndə çox sevinirəm. Çünki mən onda boş oluram. Yəni mən heç qaçmıram da yemək hazırlamaq üçün. Və belə bizdə doyumlu, qəşəng süfrə alındı. Yeməyimizi yeyəndən sonra süfrəni yığdıq, evi səliqəyə saldıq və başladıq uşaqlarla birlikdə oyun oynamağa. Bu oyunlarda tək uşaqlara aidiyyatı deyil, yəni böyüklər də oynayır. Bu oyunları mən özüm hər dəfə hazırlayıram. Aylar boyu beynimə nə düşürsə, hansısa bir oyun beynimə düşürsə, başlayıram dəftərə yazmağa və sonra biz yığışanda başlayırıq birlikdə oynamağa. Uşaqları belə iki qrupaya ayırdıq və böyüklər də hərəsi öz qrupanı seçmişdi və böyüklər də darıxmasın deyə onlar da oynayırdılar. Ətraflı bu oyunlara baxmaq istəyirsinizsə, onda mənim o biri rus dilində olan kanalıma keçə bilərsiniz və orada ətraflı bu oyunlara baxa bilərsiniz. Bəlkə siz də tez-tez öz bacılarınızla ya kimsə qohumlarla yığışırsınızsa, gününüz darıxdırıcı keçməsin deyə bu oyunlardan istifadə eləyə bilərsiniz. İnanıram ki, sizin uşaqlar çox bəyənəcək. Nəinki uşaqlar, hətta böyüklər də qarışa bilər bu oyuna və birlikdə oynaya bilərsiniz. Bu oyunda isə bir sözü, hərfləri başqa-başqa yerlərə belə qoyursan, dağılmış vəziyyətdə belə yazırsan və böyüklər ya da ki uşaqlar bu dağılmış hərflərdən söz tapmalıdırlar. Növbəti oyunda çox maraqlıdır. Mən kinonun adını yazıram. Bir nəfər gedir həmən o kinonun şəklini çəkir. Yəni sözlə demək olmaz. Ancaq şəklini çəkə bilərsən və qarşıda oturan uşaqlar ya böyüklər tapmalıdırlar o hansı kinodur.
Нет. Нет, смотри, как она прям хорошо нарисовала. А, Kemal güneşliğine. Və oyunun sonunda bayaq dediyim kimi uşaqlar bir-birinə kimin ki hansı ad düşmüşdü ona hədiyyə verir. Burada tək uşaqlar yox, hətta böyüklər də oynamışdı. Böyüklərə də biz bir-birimizə hədiyyə verdik. Çox maraqlı keçdi oyunlar. Hamımız birlikdə oynamışdıq, çox güldük. Gülməli suallar da bizdə olmuşdu. Hərə öz hədiyyəsini götürdü, baxdı, hamı çox bəyəndi, narazı burada qalmamışdı heç kim və ondan sonra getdik, yenə də özümüzə süfrə düzdük, çay süfrəsi bu dəfə elədik. Həmən günü bizdə 2 dənə tort idi, biri bibim özü düzəltmişdi, biri isə xalam qızının oğlunun ad günü olmuşdu və həmən gündə biz qeyd elədik. Bugünkü video biraz qısa alındı, amma söz verirəm ki, gələn video çalışacağım biraz uzun eləyim. Ümid edirəm ki, axıra kimi baxmısınız. Həmişəki kimi yeni izləyicilərdən xahişim var, kanalıma dəstək olmaq üçün abunə olun, videomla paylaşa da bilərsiniz öz qohumlarınızla, tanışlarınızla. Siz tərəfdən belə bir aktivliyi görəndən sonra əlbəttə ki, mən motivasiya oluram və çoxlu video çəkməyə başlayıram. Mən isə sizə can sağlığı arzulayıram, sevdiklərinizi unutmayın. Növbəti vlogda inşallah ki, yenidən görüşərik. Hələlik.